Salam uşaqlar. OTK-nın keçirdiyi 4-cü qrup üzrə 9-cu 10-cu siniflər üçün 15-02-2026-cı ildə olacaq testlərin izahını verməyə çalışacağım bugün sizə. Birinci 31-ci sual. Hansı mərhələlərdə tuşlardan istifadə olunmuşdur? Siz bilirsiniz ki, tuşların aktivlik sırası var. Birinci sırada duran aktivlik sırasına görə H2SO4, deməli H-xlor, H-brom, H3PO4, HNO3, daha sonra isə gələn tuşların aktivlik sırasında H2SO3, daha sonra üzvü tuşlar, daha sonra H2CO3, H2S, metasilikat tuşu soldan sağa getdikcə hər bir tuşun aktivliyi azalır və ondan da qırağa hər bir tuşu özündən sonra gələn tuşun duzundan sıxışdırıb çıxara bilir. Mən burada HNO3 tuşundan istifadə edə bilmərəm. Çünki nitrat tuşuna xlor tuşu eyni gücdədir. Onlar qarşılıqlı təsirdə ola bilməz. Və yaxud da o zaman ola bilər ki, çöküntü alınmış olsun. Və yaxud da gümüş nitrat üzərinə gələk. Məsələn, H-xlor. Bu reaksiyanın getməsinə bir səbəb yaranacaq. Çünki buradan çöküntü gümüş xlorid və HNO3 əmələ gələcək. İkinci. Deməli, birinci baş vermir. İkinci halda sulfat turşusu, bəli, nitrat turşusu qatı sulfat turşusudur. Yadda saxlayın, xloru, orta fosfatı, nitratı çıxardan qatı sulfat turşusu olur. Qatı sulfat turşusu, bəli, H2SO4 nitratı çıxara bilir. İkinci reaksiyanın baş verməsi mümkündür. Üçüncü halda da normal duz turş duza çevrilibdir. Əgər normal duz istənilən halda uşaqlar öz turş duzuna çevrilirsə, demək siz onun öz turşusundan istifadə etmişsiniz. O da olur natrum HSO4. Deməli, ikinci və üçüncü halda C variantında mən turşlardan istifadə etmişəm. Cavab C. Keçdik. 32-ci misalın həllinə. Deməli, burada tam elektrolizdən söhbət gedir. Kuprum SO4, üstə gərək su. Deməli, alınır nə? Kuprum alınır, O2 alınır. Bir də H2SO4 turşusu əmələ gəlir. Suyun qabağına 2-ni mən həmişə uşaqlara öyrədirəm ki, suyun qabağına 2 qoyun, rahat çıxsın. Katodda metal, anodda oksigen, məhulda turşu əmələ gəldi. 40 qram mis-2 sulfatın elektroliz zamanı katodda ayrılan maddənin kütləsini tapın. X qədərdir. 2 vuraq, bax, verib özü görürsünüz. 160-a da nə qədərdir? Gəlin baxaq. Deməli, 128-dir. Yəni 2 vuraq 64-dür. Mən 40 vuraq 2 vuraq 64 bərabərdir. 2 vuraq 160 vuraq x. Aha, vuraq x. 2 ilə ixtisar elədi. 160-dan 40-ı ixtisar elədi. 4 qaldı. 64-ü 4-ə böləndə cavab 16 elədi. Və doğru variantımız B variantıdır. Davam elədi. Üçüncü məsələ. Təzyiqin sürətə təsiridir. Bilirsiniz ki, sürət ilə homogen sistemdə təzyiq olan maddələr bir-birlə düz asılıdır və bərabərdir K vuraq P N2 vuraq kinetik tənlik pH2-nin kubu. Təzyiqi 2 dəfə artırdıqda 2 vuraq 2-nin kubu sürət 16 dəfə artar. Çünki sürətlə təzyiq düz asılıdır. Buna görə doğru variantımız C-dir. Növbəti sualımıza keçid aldıq. 34-cü misal, yəni suallar demək olar ki, elə çətin suallar deyildi. Oksigen qazından neçə mol ozon almaq olar? Oksigenden ozon almağa çalışırıq. Bura 2, bura 3 yazırıq. İndi baxın diqqətlə. 3 mol oksigendən deməli 20 mol oksigensiz bilirsiniz ki, ümumiyyətlə belə bir söz deyim, oksigenin hamısı, verilən oksigen hamısı heç də ozona çevrilmir. 10-15 faizi çevrilir. Biz elə bil ki, 20 molun 15 faizini tapaq sizlə, bölək 100-ə. Deməli, 300 100-ə böləndə 3 mol eləyir. Deməli, 3 moldan 2 mol ozon alınırsa, aldığımız 3 moldan nə qədər ozon alınır? Əlbəttə ki, 2 mol ozon alına bilər. Ona görə 34-də doğru cavabımız C variantıdır. Davam elədik növbəti sualımıza. Deməli, növbəti sualımız 400 qram 20 faizli, 40 faizli natrium nitrat duzun elektrolizidir. Gəlin baxaq. Natrium nitrat plus su elektroliz edirik və bu zaman bizim ayrılır H2-miz, O2-miz, natrium nitrat duzumuz. Duzumuzun kütləsi dəyişmir, olduğu kimi qalır. Bizim əlimizdə 400 qram 20 faizli qıraq hesablayaq. 420 qram 40 faizli əlimizdə bizim duzumuz var. 168. 168 qram duzumuz mövcuddur. Bu məhlulun elektroliz zamanı 5 mol oksigen qazı alındığı anda elektroliz dayandırılır. Yeni alınmış məhlulda duzun kütlə payını tapalım. Əla. Deməli, biz bilirik ki, duzun qatılığı artır. Çünki su var idi, su artıq dağıldı, su yoxdur uşaqlar.
1 mol oksigen almaq üçün 36 qram su lazımdır sizə. Deməli, bəs 5 mol almaq üçün sizə nə qədər su lazımdır? 5 mol da almaq üçün bizə olan su, elə bil ki, biz 36-nı 5-ə vururuq, 180 qram su dağılıbdır. 420 qram bu gördüyünüz məhlulunda, bil ki, 420 qramın 168 qramı duzundur. Yerdə qalan 252 qram suyundur. O suyun da fikir verin, gəldi 180 qramı dağıldı. Yəni 252-dən çıxıram 180. Görəm mənim yerdə nə qədər suyum qaldı? Mənim yerdə cəmi cümlətanı 72 qram suyum qaldı. Sonunda məhlulda 72 qram suyum qaldı. Və duzumun kütləsi də dəyişmədi. 168 var idi, 168 də qaldı. Son anda duzumun kütlə payı neçə olar? 168-i bölürəm. 168 ilə 72 qramın cəminə və mənim edir 240 qram məhlulum. Vururam 100-ə. 168-i bölsəm, deməli 240-a, 240-a, vursam 100-ə, gəlib eləyir neçə faiz? 70%. Gördünüz, mənim 40%li duzum gəldi, qalxdı oldu neçə? 70%. Deməli, 35-də nə variantıdır? B variantıdır. Davam elədik. 36-cı sual. Hansı reaksiya getmir? Turşu duzu çıxartmalıdır bayaqki qaydada. Bu reaksiya baş verir. Natrium xlor, H2CO3 alınır. H2CO3-də nə yapar canlı uşaqlar? CO2 və suya. Deməli, reaksiya axıra qədər gedir. B bəndi. Gümüş xlor çöküntüsü alınır. C bəndi. Mis xlor 2-nin üzərinə mən natrium H gəldiyimdə göy rəngli çöküntü əmələ gəlir. Natrium xlor plus misk hidroksid. Misk hidroksidin alınması göy rəngli çöküntünü verir. Baş verir, baş verir, baş verir. Axırıncı kalsium SO4 çöküntüsü alınır. Amma D bəndi baş vermir. Çünki oradan kalium ionoç natrium nitrat alınır və bundan heç bir halda çöküntü deyil. Cavab D variantı. Növbəti sualımıza davam elədik. Biz bu yaxınlarda PDF düzəltmişdim və PDF-də inanın ki, bu sualların hamısını uşaqlarla çox dərindən işlədik və mən elə anlayıram ki, uşaqlarım anladı. Anlamadığınız təqdirdə yenə suallarınızı verərsiniz. Alüminium ancaq natrium OH və su ilə reaksiyaya girir, çünki maqnezium girmir. Natrium alüminium O2 və üzərinə gələk 3 molekul 2 hidrogen, hər tərəfimizi 2-lərimizi yazaq və bizim 15 qram qarışımımızın 3,36 litr hidrogen ayrılır. Yəni maqneziumla mənim alüminium 15 qramdır. Amma oradan cəmi cümlətanı mənim ayrılan deməli 67,2 litr qazım olur. 67,2 litr qazıma görə 54 qram alüminium giribsə, 3,136-ma görə 2 dəfə 20 dəfə az, 2,7 qramım reaksiyaya girir. Deməli, bu məndən sonda alüminium kütlə payını istəyir. Elə 2,7-ni bölərəm ümumi 20-yə, vuraram 100-ə. Yəni, məndən istəsəydi maqnezium kütlə payını, əlbəttə mən 20-dən 2,7, 20 yox, 20-yə bölmürəm, axı bağışlayın, 15-ə bölməliyim. Çünki ümumi qatqı 15-dir. Deməli, 2,7-ni bölürəm 15-ə, vururam 100-ə, cavab eləyir 18% və doğru cavabımız 18%-i verdir. Davam elədik. Keçdik, deyəcəm. Təmiz lövhəni təmiz edək. Orta molar kütləsi 8 qram bölünmə olan hidrogen və oksigen qazlarının qarışığı reaksiyası baş verdi. Qazların biri tam sərf olundu, 18 qram su əmələ gəldi. Əvvəlcə suyun alınma reaksiyasını gəlin köməkli yazaq. Buradan alınır H2O, 36 qram suyu almaq üçün 4 qram hidrogen və bizə 32 qram oksigen lazımdır. 18 almaq üçün bizə 2 qram hidrogen və burada demək olar ki 16 qram oksigen sərf olunubdur. İlkin qaz qarışımının mol sayını hesablayın. Gəlin belə yazalım. Ümumi qaz qarışımı 8 idi. Mənim oraya nə qədər hidrogen, nə qədər oksigen girdiyimi bilmədim. Əvvəlcə X və Y-in qiymətini tapaq. 8X plus 8Y bərabərdir 2X plus 32Y-ə. Diqqətlə baxaq. Deməli 6X-in bərabərdir 32-dən 8 çıxdığım anda 24Y eləyir. İxtisar eləsəm X bərabərdir 4Y-ə. X-im oldu 4, Y-im oldu 1. Deməli, mənim reaksiyamda 4 mol hidrogenim, bax belə götürək, 1 mol da oksigen qazım var. Əla. Qazlardan biri tam sərf olunur. Deməli, 4 mol oksigen nə deməkdir? 4 mol oksigen, axı mənim
deməli, belə danışaq da, biz 18 qram suyu almaq üçün 36 qram alanda 2 mol bu lazım idi. Bir dəqiqə silim. Belə silək. Təmiz olsun. Aha. Deməli, mən 36 qram suyu almaq üçün 2 mol hidrogen, 1 mol oksigen istifadə elədim. 18 qram suyu almaq üçün 0,5 mol oksigendən, deməli, 1 mol da hidrogenden istifadə elədim. Amma cavabda 4-ün 1 almışam. Yəni, belə götürək də 2-nin 0,5 almışam. Onda oksigen hamısı sərf olunur, amma hidrogenin, deməli, 1 molu burada nə qalır? Artıq qalır. Yəni, məni başa düşdünüz, nə demək istəyirəm? Hidrogenin 1 molu burada nə qalır? Artıq qalır. Onda belə çıxır ki, başlanğıcda 2 ilə 0,5, 2,5 mol maddə olub, 0,5 mol oksigen hamısı sərf olunubdur, amma 1 mol da buradan hidrogen artıq qalıbdır. Və salam. Deməli, belə bizim cavabımızdan belə çıxır ki, uşaqlar, bizim başlanğıcımız 2,5 olub, 1 mol hidrogen hamısı girib, 1 mol artıq qalıb, 0,5 mol oksigen hamısı. Cavab Y variantıdır. Davam etdik. Gəldik, belə bir məhlul məsələmiz var. Deməli, əlimdə 0,25 litr maddə, qatılığı 1,2 m olan bir maddə var və mən ilk öncə maddənin molunu tapmağa çalışacağım. Deməli, 0,25-i bölürəm, vururam 1,2-yə, cavabım elədir 0,3. Və mənim x xlor n-im dissosiasiya elədiyi anda x plus n xlorum alındı. Bunun, deməli, 1 molundan nə qədər xlor iyonu ayrıldığını nə qədər bilmirəm, amma 0,3 molundan 0,9 xlor iyonu ayrılıb və cavab elədik 3 xlor iyonu və cavab nəyə bərabərdir? 3-ə bərabərdir. Çox möhtəşəm bir məsələ idi, həqiqətən də rahat bir məsələ idi. Keçdik 40-cı məsələmizin həllinə. Müəyyən temperaturda 150 qram doymuş məhlula 50 qram duz əlavə olundu. KH bərabərdir, həll olma əmsalını tapıram. MX bölək M məhlul çıxaq MX, vuraq 1000-ə. Uşaqlar, mənim 50 qram duzum var, 150 qram məhlulum var. Amma 150 qram məhlulun 50 qramı duzdur. Deməli, mənim suyum burada nə qədərdir? 100-dür. Və həll olma əmsalım nəyə bərabərdir? 500-ə. Cavab B bəndi. 41-ci suala keçid aldıq. Deməli, kükürt florla girir və bu zaman S flor 6 alınır, 3 yazırıq, tam düzəldi. 32 qram kükürtlə alınan maddənin bir molu 1-dirsə 16 qrama 0,5 mol alınır. Və aldığım məhsulun mol sayı 80% çıxımladır. 100%im 0,5-dirsə 80% çıxıma görə isə x-dir. Cavab elədir 0,4. 41-də cavabımız C-dir. Tuş duzu müəyyən edin. Hidrolar olan duzlar tuş duzlardır. Y variantı normal, əsasi, qarışıq və 2 qat duzdan söhbət gedir. Davam elədik. 43-cü məsələ. Element hidrogen XH2 tipli üçüncü birləşmə mənə gətirir. Baş oksidini tapın. Əgər XH2 üçüncü birləşmə mənə verirsə, deməli XH2 ikinci bir də 6-cı qrupa şamil edilir. İkinci qrupda da 2H2 var. Deməli altda da XH2 var. Amma unutmayaq, uşaqlar unutmayaq. 6-cı qrup bizə uçucu olandır. Ona görə də 6-cı qrupun baş oksidi qrupun nömrəsinə uyğundur. İkinci qrupun baş oksidi öz qrupun nömrəsinə uyğundur. Ona görə də burada bizə cavab nə düşür? 43-də B variantı. Əla. 13 və 7 sonu 10 ilə qutarır. 10 ilə qutarır, 10 ilə qutarır. Deməli, bu üçünü veribdir, bu da üçünü qəbul edibdir. Deməli, mənim n-im müsbət 3, m-im mənfi 3. Davam elədik 45-ci sualdan. Kuprum plus O2, kuprum O birləşməsi alınır. Əlbəttə ki, bərk maddənin kütləsinin artımı müşahidə olunur. 10 qram iz parçası közəldirdikdə 16% artım baş verir. Uşaqlar, 128 qram 160 qrama qalxdı. Bax, diqqətlə baxın. Görürsünüz, oradan da artım baş verdi. Bəs 10 qramla nə qədər kalsium oksidi alınır? Buradan da alınır 12,5 qram mis oksid, bağışlayın, miski oksid. Ondan 12,5'e qalxmaq 2,5 qram artım deməkdir. 2,5 qram artım 10 qramın neçə faizini təşkil edir? 25 faizini. Deməli, artım 25%dir. 25% artıma görə mənim
12,5 qram misk oksidim alınıb. Bəs 16% artıma görə mənim nə qədər misk oksidim alına bilər? Baxırıq 12,5 vuraq 16-ya bölək 25-ə. Cavab gəl burada 8 elədir. A variantı. Davam elədik. Növbəti sual. Hansı halda verilmiş molekullar hidrogen atomlarının sayı bərabərdir? Amonium xloriddən 4 hidrogen atomu var. Baxın diqqətlə. Kalsium hidroortofosfatdan neçə hidrogen atomu var? 1 hidrogen atomu var. Natrium dihidroortofosfatda neçə hidrogen atomu var? 2 hidrogen atomu var. Və bunların atomlarının, hidrogen atomlarının artma ardıcılığı ilə düzək 2, 3 və 1 variant B variantı. Davam elədik. Aha, nə gözəl misal. Mən bunu sizə öyrətmişəm. 24 3 müsbət nə deməkdir? Yəni burada 3D5, 4S1-dir. X verə bilər bizə müsbət 2, bir də verə bilər bizə müsbət 3. 2 elektronu hardan verir? Əvvəlcə istəm bitmədikdə D-dən. Onda olur 3D4, 4S0. Əgər yox 3 elektron versə, birini də yenə D-dən vermiş olur. 3D3, 4S0 və son anda 3D3, 4S0-a bərabər olur. Variant A variantı. Ən kiçik seçmə dərəcəsi -3, ən böyük müsbət 5-dir. Maksimumla götürürük. Deməli 5-ci qrup A-da yerləşir. İstisna olanlar bizim florumuz, oksigenimizdir. Baxın, 100% bu bizə flora uyğun gəlir. Çünki ən kiçik -1, ən böyük 0-dırsa, bu flor olub 7-ci qrup A-nı verir bizə. Deməli X 5-ci qrup A, digər isə Y 7-ci qrup A-nı göstərir. 48-ə doğru variantımız D-dir. Oksigen dərsidir. Parçalandı oksigen qazının alındığını müşahidə edirik. X haqqında nə doğrudur? Adi şəraitdə maye halda deyil, qaz halındadır. Qeyri-molekulyar yox, molekulyardır. Qazlar molekulyar olub. Bilirsiniz niyə molekulyardır? Molekul kristal qəfəsini verənlər molekulyardır. Atom ion kristal qəfəsini verənlər, metal kristal qəfəsini verənlər qeyri-molekulyardır. Havadan yüngül deyil, ağırdır, 32-dir, hava 29-a bərabərdir. Metalların qaynaq edilməsində hidrogendən də, oksigenden də istifadə olunur. Doğru variant 49-da D variantıdır. 50. Hansı maddələr laboratoriyada oksigen alınmasını müşahidə edilir? Təbii ki, baxaq, D variantı. Kalium nitrat nəyə parçalanır uşaqlar? Kalium nitridən və oksigen qazına. Kalium permanganat nəyə parçalanır? Gəlin baxaq. Kalium manganata, mangan O2-yə, bir də bəsit halda nəyə? O2-yə. Kalium xlorat nəyə parçalanır deyə bilərsiniz? Kalium xlora bir də nə qazına? Oksigen qazına. 51. Fotosintezi mən sizə canlı da göstərmişəm. 6 molekula CO2, 6 molekula su ilə udularaq. Bu zaman bizə hazır xlorofillərin, günəş işığının, suyun iştirakı ilə hazır glikoz və oksigen qazı verilir. Əgər 12 mol qaz ayrılarsa, neçə qram su buxarı udular? X-dir. 6 mol alınarsa 6 mol udular. Cavab burada 12 mol su eləyir. Suyun qramını istədiyinə görə 12 qiymətində vura 18-ə qiymətimiz gəlsin 216 qram. Və doğru cavabımız 51-də Y variantıdır. Keçdik növbəti, deməli 52-ci sualımıza. Ondan sonra açıq suallar səhv eləmirəmsə gəlir. Son 5 sual açıq olur. Məhlulda hansı iyonların sayı azalır? Çöküntü, qaz, su alınarsa, məhlulda təbii ki, iyonların sayı azalır. Çünki onlar iyonlara ayrılmır. Bu zaman natrium NO3 və su əmələ gəlir. Diqqətlə fikir verin. Natrium plus OH minus, H plus NO3 minus. Bundan nə alınır? Natrium plus NO3 minus və su əmələ gəlir. NO3 ilə, indi bura baxın, solda 4 iyonumuz var, sağda 2 iyonumuz var, su iyonlarına ayrılmadı. Deməli, hansı iyonların sayı azalır? Əlbəttə ki, H və OH iyonların sayı azalır, B variantı. Son sualımız 53-cü sual, açıq sualdır. X alınır, kalium 3PO4 tam neytrallaşmadır. Burada da NH4-dən 3 dəfə PO4. Burada bir 3 hidrogen var, 3-dən OH var, yenə 3 molekula su çıxaraq. Natrium, kalium 2, PO4'da toplu sualıdır bu sual. Normal duzlardır. Doğru değil, normal duzlardır. Bəli, doğru olmayan birinci doğru değil. Molekulda insada iyonlar var. 3 iyon burada var, 3 iyon. Bax, burada var.
3 iyon yenə burada var. Bu doğrudur. Suda həll olurlar. Bəli, üçü də amoniumun, kaliumun, natrium bütün dozları suda həll olur. Və molekulda eyni sayda kovalent rabitələr var. Xeyr, eyni sayda kovalent rabitələr mövcud deyil. Ona görə 1 və 4 bizdə doğru variant. Necə tapırıq? Mən uşaqlara necə öyrətmişəm? Baxın uşaqlar. Əvvəlcə oksigenə görə baxaq. 2 dəfə 4-ün 8 ümumi rabitə var. Biri 3'ə vuranda 3 dənə də iyon var. Gördünüz 5 dənə də polar kovalent rabitə var. İndi məsəl üçün natrium, kalium 2 PO4-ə gəlin baxalım. Ümumi rabitənin sayı 8-dir. 3'ü iyondur. 5'i polar kovalent rabitədir. 3'ü iyondur. Yəni 1 və 1. 2 iyondur, 5'i polar kovalentdir. Bu ikisi uyğun gəlir. Amma amonium ortofosfat uyğun gəlmir. Gəlin görək amonium ortofosfat niyə uyğun gəlmir ki? Diqqətlə baxın. NH4-dən 3 dəfə PO4. Gəlin görək ümumi nə qədər rabitəmiz var. Burada həm amonium iyonunun valentinə, həm də oksigen valentinə baxıram. 4'ü vururam 3'ə, 2'ni vururam 4'ə. Mənim ümumi 20 rabitəm var. 20 rabitəmin 3'ü iyondur. Gördünüz nə gözəl. Yerdə qalır 17. 17'nin də polar kovalentim var. Deməli heç ödənmədi. 1 və 4 bizim doğru versiyamızdır. Bu məsələləri keçdik. Nə gözəl məsələlərdir həqiqətən. Natrium hidrit üzerine gelen su artımdır ve buradan ne alınır? Natrium OH, plus hidrogen. Bunun kütlesi 24, bunun kütlesi ise 40'tır. 40'dan 24'e keçim zamanı 16 gram artım müşahidə olundu. Amma bunu M plus 4 verib deyil, 4 gram artım müşahidə olunur. 16 gram müşahidə olunursa 24 gram alınır. 4 gram müşahidə olunursa 4 dəfə ixtisar eləyərəmsə 8 gram natrium hidridin əmələ gəldiyini müşahidə edirik. Yoxsa bir dəqiqə 24'ü 4'e böləndə 24 4'e bölün 8 eləmir, bağışlayın 6 gram. Deməli cavab burada M nəyə bərabər oldu? 6 qrama. Əla. Keçdik növbəti misalımıza. Mən sizə hər dəfə demişəm ki, N2O birləşməsində qeyri-polar kovalent rabitə mövcud olduğuna görə ümumiyyətlə N2O-da azotun indeksini qəbul etməlisiniz. Ferrum S2-dədir. Bax görürsünüz, Ferrum S2-də SS arasında tək qat rabitə var, qeyri-polar var. Kalsium karbiddə fikir verirsiniz. Karbon arasında bir dəqiqə qoy mən sizə bunu çəkim. Qeyri-polar rabitə var, indeks qəbul olunur. Ferrum S2-də fikir verin, arasında qeyri-polar, tək qat qeyri-polar olduğuna görə 2 indeks olunur. Üzüm maddələrdə indi məsəl üçün boy bir üzüm maddə yazım, arasında qeyri-polar olduğuna görə karbon indeksi nəzərə alınır və eyni zamanda N2O-da N2-si nəzərə alınır. Müsbət 5'dən də azot keçdi müsbət 1'ə. Natrium 0'dan keçdi natrium müsbət 1'ə. Təbii ki, bir elektronu verdik. Azot müsbət 5'dən, azot keçdi müsbət 1'ə. Biz buradan ağardıq uşaqlar. Biz burada aldıq sizlə deməli 8 elektron. 1, 8, 8, 1. 8'i natrium qabağına 8 axı oksidləşdiricimizdir. Onda 8 natriumun qabağına, yox 8 natriumun qabağına üzr sayın, bir dəqiqə sileyim. Aha, 8 natriumun qabağına düşdü, bura düşdü. 10 dənə azotum olduğuna görə 10 bura düşdü. 5 dənə də suyun qabağına düşdü. Əla. Oksidləşdirici neçə faiz reduksiya olunub? 10 dənə oksidləşdiricimiz var. Onun cəmikisi dəyişib reduksiya olunubdur. 100%imizin 10'dursa, cəmi x reduksiya olunubsa, deməli neçə faiz reduksiya olunma var? 20%. Əla, davam elədik. Keçdik növbəti məhlul məsələmizə. Çox gözəl məsələdir həqiqətən də. Deməli 500 qram 40%-lini bölürəm 100'ə, 200 qram duz alındı. 500'dən də 200'ü çıxanda deməli elədi 300 qram su. Duzun yarısı buxarlandı. Yəni duzun yarısı buxarlandı. Əlimdə oldu 100 qram duz. Alınan duzun kütlə payını tapın. 100 bölək. Ümumi məhlulun 500 idi. Amma onun 100 qram duzu çöktü. Və mənim qatılığım avtomatik 100'ü bölürəm 400'ə vururam 100'ə 25%'ə düşdü. Gördünüz niyə? Çünki 40 25'ə düşdü. Səbəb nədir? Səbəb odur ki, burada biz duzu çöktürdük. Bu qədər. 57-ci sual uyğunluqdur. 2 2P6 yəni sonu 10, 18 və 12 ilə bitənlər 10, 18 elektron, 12, 12 və 18. 1'ə uyğun gəldi A, 2'ye uyğun gəldi B və D, 3'e uyğun gəldi C və Y.
Situasiyaya keçid aldıq. Dəmir lövhə tam sərf olunduqdan sonra qabda yalnız bir duz məhlulu qalır. X2 qazı alınır. Deməli, dəmirin üzərinə gəlirəm H-xlor. Dəmirin üzərinə H-xlor gələndə nə alınır əzizlərim? Dəmir xlor 2 plus hidrogen qazı. Və bu zaman X qazı alınır və qaz toplayıcısına toplanılır. Düzdür, hidrogen suyu sıçdırıb çıxarmaqla yolu ilə alınır. Alınmış duz məhluluna az miqdarda natrium H əlavə edirik. Yazırıq dəmir xlor 2 plus 2 molekulu, natrium eləcə OH. Və buradan çöküntünün, bax görürsünüz, duzun 50% qələm məhlulu reaksiya girir, 45 qram çöküntü alınır. Çöküntü alınması ilə başa gedir bu reaksiya. Və buradan yaşımtıl bir çöküntü əmələ gəlir, fikir verin. Və reaksiya tamamilə axıra qədər gedir. Deməli, 45 qram çöküntü alınır. 90 qram çöküntü alınırsa, deməli mənim məhlulumda 117 qram natrium xlor, 80 qram natrium OH, 127 qram duz reaksiya girir. Yox, 45 qram çöküntü alınırsa. 58,5 qram bu, 40 qram bu, 63,5 qram da bu duz reaksiya daxil olur. Amma duzun 50% qələvi məhlullara reaksiya girir və natrium OH tam sərf olunur. Deməli, natrium OH tam 40 qram verilibmiş. Amma ferum xlor ki 127 qram verilib ki, onun 50% reaksiya girib. Onda 50% ilə, yəni sonda da 63,5 qram ferum xlor ki artıq qalıb. Əla, davam elədik. Çöküntünün alındığı reaksiya tənliyini yazın. Çöküntünün alınma reaksiyasını yazdıq burada. Və sonradan əlavə olunan 160 qram natrium OH məhlulunun kütləsinə sonradan əlavə olunan 160 qram natrium OH məhlulunun kütlə payını hesablayın. Deməli, əvvəlcə 40 qram idi. Sonradan 160 qram məhlul əlavə olunubdur. Və kütlə payı neçə faiz olub? 25%. Bu da getdi. 60-cı sual. Qalan duzlar. Qalan duzun biri natrium xlordur. 58,5 qram natrium xlordur. Xlorid, natrium xlorid. Digər duz isə başda 63,5 qram 50% artıq qalan, onda 5 qram artıq qalan dəmir xlor 2 duzudur. Bax bu qədər. Çox sağ olun.